Salam əziz MQB sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 2 iyul 2024-cü il tarixində müəllimlərin işə qəbul imtahanında düşən kurikulum qəbul suallarını izah eləyəcəm. Artıq 3-cü hissəmizdir. 1-ci, 2-ci hissələri izah elədim. İndi isə 3-cü hissəni izah eləyirəm. Zəhmət olmasa kanalımıza abunə olub, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum mix sertifikasiya üzrə və onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Vaxt itirmədən keçək suallara. Birinci sualda deyir ki, sən çox savadlı və ağıllı şagirdsən. Buna görə də bütün çətinliklərin öhdəsindən gələ biləcəksən. Rəy ilə bağlı düzgün fikir istəyir bizdən. Biz baxırıq ki, bu rəy Karl Dweck nəzəriyyəsində necə deyirdi? Şəxsiyyətinə tərif verir, onun fəaliyyətinə tərif demir. Onun gördüyü işi tərifləmək lazımdır. Uşağın aldığı qiyməti tərifləmək lazım deyil, o keçdiyi yolu tərifləmək lazımdır. Gördüyü işə tərif yox, onun şəxsiyyətinə, onun şəxsinə olan tərif olduğuna görə bu mənfi rəydir. Düzgün rəy deyil. İndi variantlardan bizdə deyir ki, yəni bu vəziyyətlə bağlı düzgün fikir istəyir. Korreksiya edici rəydir. Korreksiya edici inkişaf etdirici rəy deməkdir. Özündə gözəl fikirdir. Sadəcə bu situasiya ilə bağlı deyil. Motive edici rəydir. Stimul verən rəydir. Həvəsləndirən rəydir. Yəni motivedici rəy doğru rəydir. Ancaq situasiya ilə əlaqəsi yoxdur. Bunu götürənmərəm. İnkişafı təmin edən rəy, bəli, bunlar da müsbət fikirdir. Amma emosiyalara yönəlik rəy doğru yanaşma deyil. Ümumiyyətlə, destruktiv rəy, mən bu dediklərimi özünüzdə qeyd edin. Hansı rəylər mənfi rəylərdir? 1. Destruktiv rəy, 2. Yanlış rəy, 3. Negativ rəy, 4. Emosiyalara yönəlmiş rəy, 5. Emosional rəy, 6. Keçmişə yönəlik rəy. Deməli, neçə dənə oldu mənfi rəylər? 6 dənə. 1. Destruktiv rəy, 2. Yanlış rəy, 3. Negativ rəy, 4. Emosiyalara yönəlmiş rəy, 5. Emosional rəy və 6. Keçmişə yönəlik rəy. Yəni, kaş, gərək kimi sözlər olsaydı. Emosiyalara yönəlik rəy, yəni onun şəxsinə olan tərifə olan rəydir. Cavab D bəndidir. Y-də deyir, fəaliyyəti stimullaşdıran rəy. Bəli. Ümumiyyətlə, müsbət rəylər hansılardır? Onları da deyim, özünüzdə qeyd eləyin. Gələcəyə yönəlik rəy müsbətdir, sonra inkişafı təmin edən rəy, istiqamətləndirici rəy, idraka yönəlik rəy, sonra konstruktiv rəy, şagirdə səhvini düzəltməyə imkan verən rəy, fəaliyyəti stimullaşdıran rəy, effektiv rəy, sonra nə deyə bilərik? Spesifik rəy, motivedici rəy, korreksiya edici rəy, müsbət rəy, həssaslıqla verilmiş rəy, həssas rəy, emosional fəaliyyətə yönəlik rəy, emosional olaraq dəstək. Baxın, burada da emosiya var, orada da emosiya var. Bununla dəyişiklik salmayın. Emosional fəaliyyətə yönəlik rəy olsa, bu müsbət rəydir. Amma emosiyalara yönəlmiş rəy olsa, bu mənfi rəydir. Emosional olaraq dəstək müsbət rəydir, amma emosional rəy mənfi rəydir. Emosional fəaliyyətə rəy, yəni ki, ünsiyyətlə bağlı rəy nəzərdə tutur. Amma emosiyalara yönəlmiş rəy artıq onun şəxsinə olan tərifdir. Oldu 1D bəndi. İkinci suala baxırıq. Diaqnostik qiymətləndirməyə aid olmayan fikir istəyir. Nailiyyəti yüksəltmək, bəli, bu formativə aid fikirdir. Nailiyyəti qiymətləndirmək, bu summativə aiddir. Nailiyyət statistikasını aparmaq, bu da summativdir. Ümumiyyətlə, bir dənə o nailiyyətlə bağlı ipucularını sizə deyim. Baxın, özünüzdə qeyd edin onu. Nailiyyəti yüksəltmək formativdir. Amma nailiyyəti müəyyən etmək, nailiyyəti qiymətləndirmək, nailiyyəti ölçmək, nailiyyəti yoxlamaq. Bu saydığım 4 dənə summativdir. Deməli, 1. Nailiyyəti yüksəltmək formativdir. Amma nailiyyəti müəyyən etmək, nailiyyəti qiymətləndirmək, nailiyyəti ölçmək, nailiyyəti yoxlamaq. Bu 4 dənə summativdir. Özünüzdə qeyd edin bunu. Bunlar çaşdırıcı deyil, özüm bu formatda düzəltmişəm. Əslində qəbulda bu uzunluqda vermirlər. Mən sadəcə özüm bu uzunluqda eləmişəm ki, əlavə deyəcəklərimi də deyim. Güclü və zəif tərəfləri müəyyən etmək. Bəli, bu diaqnostika aiddir. Güclü və zəif tərəfləri üzə çıxarıb istiqamət vermək. İstiqaməti gördüyünüz yerdə axan sular durur. İstiqamət gördüyünüzdə bu formativdir. Güclü və zəif tərəfi üzə çıxartmaq 6 da diaqnostik oldu. Elə bir 4 də, bax, güclü, 4-cüdə güclü zəif tərəfi müəyyən etmək, bu diaqnostikdir.
Çətinliyi üzə çıxartmaq formativdir. Güclü zəif tərəfləri üzə çıxartmaq da diaqnostikdir. Güclü zəif tərəfləri üzə çıxarır, istiqamət vermək formativdir. Biraz yanıltmaca oxşayan bir fikirlərdir. Özünüzdə bir dənə onu zəhmət olmasa qeyd eləyin. Qeyd eləyin ki, diaqnostik bərabərdir nəyə? Güclü və zəif tərəfləri üzə çıxartmağa, yəni güclü və zəif tərəfləri müəyyən etməyə bərabərdir. Bəs formativ nəyə bərabərdir? Güclü və zəif tərəfləri üzə çıxardıb onu istiqamətləndirməyə bərabərdir. Görün, diaqnostik güclü zəif tərəfləri üzə çıxartdı və yaxud da güclü zəif tərəfi müəyyən etdi. Formativ amma güclü zəif tərəfi üzə çıxarır və yaxud da güclü zəif tərəfi müəyyən edib onu istiqamətləndirir. Yəni axında istiqamət varsa bu formativdir. Həmçinin bir də çətinliyi üzə çıxarmaq sözünü görəndə formativi götürün. Deməli, burada çətinliyi üzə çıxartmaq formativ, güclü zəif tərəfləri çıxartmaq diaqnostik, güclü zəif tərəfləri üzə çıxarıb istiqamət vermək formativ, nəticələri şagirdin kəmiyyətlə yazılan qiymətinə təsir etmir. Bəli, diaqnostik qiymətləndirmə qeyri-rəsmi qiymətləndirmədir, rəsmi qiymətləndirmə deyil. Çünki kəmiyyətlə olan qiymətləndirmə kəmiyyət rəqəmlə olandır. Kəm rəqəm sözündən yadda saxlayın. O da summativ qiymətləndirmədir. Rəsmi qiymətləndirmə bir dənə summativdir. Diaqnostik və formativ rəsmi qiymətləndirmə deyil. Deməli, 8-də təsir etmir deyirsə 8 də diaqnostika aiddir. 9-da deyir nəyi və necə öyrəndiyini ölçən qiymətləndirmə. Ölçmək sözü varsa bu da summativdir. Risk tələb etməyən qiymətləndirmə. Bəli, risk tələb eləmir, çünki qiyməti sonra dəyişə bilirsən. Amma summativ risk tələb eləyir. Nə qiymət qoydun, sonra onu dəyişmək olmur. Deməli, 10-da diaqnostikdir. Monitoring xarakterli qiymətləndirmə, yekun qiymətləndirmədə təlimin diferensiallaşması. Bəli, diferensiallaşma sözü diaqnostik qiymətləndirmədədir. Cavabımız olur, diferensiallaşma, yəni uşağın fərdi xüsusiyyətlərinə əsasən qiymətləndirirəm. 4, 6, 8, 10, 12 oldu cavabımız. O da C bəndindədir. Sonra keçirik 3-cü suala. 3-cü sualda deyir ki, təsviri sənətin tarixə nə kimi təsiri ola bilər? Fikrinizi nümunələrlə, faktlarla əsaslandırın. Baxın, təsviri sənətin tarixə nə kimi təsiri ola bilər? Bu məndən fikrimi soruşur. Yəni fikrinizcə necə ola bilər? Bunu bayaqki sınaqlarda izah eləyəndə dəyərləndirmə demişim. Çünki mən o sualı o formatda atmışdılar. Ancaq artıq nümunələrlə əsaslandıram, faktlarla əsaslandıramsa, bu olur təhlil. Çünki biz demişik ki, əsaslandırmaq feili təhlilə aiddir, bir də dəyərləndirməyə aiddir. Biz əsaslandırmanı görən kimi hamısını çıxırıq, A, D, Y-ni çıxıram. Qalır B ilə C, ikisi də ola bilər. Amma faktlarla əsaslandıramsa və yaxud da nümunələrlə əsaslandıramsa, bu təhlildir. Ancaq desəydi, argumentlə əsaslandır, dəlillə, sübutla əsaslandır, onda dəyərləndirmək olardı. Yenə deyirəm, fikrinizi nümunələr əsaslandırın, fikir olmasaydı, sual şərəsinə kimi olsaydı, o da dəyərləndirmə hesab olunurdu. 3C bəndi olur. 4-cü suala baxırıq. Müəllim lövhəyə bir dairə çəkir və ortasına bir situasiya yazır. Şagirdlər situasiyanın alt qrupu və situasiyaya aid bir neçə xüsusiyyət deyirlər. Bu fikir deduksiyaya əsaslanır. Söhbət hansı iş üsulundan gedir? Harda deduksiya gördünüz? Klasteri axtarın. Harda induksiya gördünüz? Anlayışın çıxarılması axtarın. Lövhəyə bir dairə çəkirəm. Məsələn, yazıram Gəncə. Sonra ortasına şagirdlər situasiyanın alt qrupunu yaradılar. Bir-bir xəttlər çıxardırlar, ora boşluqlar qoyurlar. Bir-bir o hissələr boşluğu doldurmalıdır. Məsələn, Azərbaycan ikinci böyük şəhəri, sonra Nizami Gəncəvi, o boşluqları doldurmaq lazımdır. Yəni, ümumi fikirdən, Gəncədən xırda-xırda fikirlərə gedirik, xüsusi fikirlərə gedir. Deduksiya gedir. Ümumidən xüsusiyə demişəm, duxdur, duxtafı formal əməlidir. Deduksiya formal əməli olur, induksiya amma konkret əməli olur, Piaget nəzəriyyəsinə görə. 4 oldu B bəndi. 5-ci suala baxırıq. Gündəlik planlaşdırmada əks olunmur deyir. Baxın, alt standart gündəlikdədir, amma əsas standart illikdədir. Ümumi təlim nəticələri illikdədir, amma dərsin təlim nəticəsi gündəlikdədir. İndi burada qeyd olunmuyor, sadəcə özüm deyirəm ki, biləsiniz. Dərsin məqsədi gündəlikdədir, dərsin icmalı gündəlikdədir. Mövzuların ardıcıllığı illikdə olmuş olur. Diferensiyasiya isə bu da gündəlikdə olmuş olur. Çünki diferensial xüsusiyyətlərinə görə planımız quruq. 2, 3, 6 olmuş olur cavab Y bəndi. 6-ya baxırıq. İllik planlaşdırmada əks olunmur.
Düzdür, qəbulda bir dənə gündəlik ki, mən sadəcə özüm illiyi də dedim ki, biləsiniz. Summativ qiymətləndirməni reallaşdırır, doğrudur. Çünki gündəliyimiz formativ qiymətləndirmədir, illiyimiz amma summativ qiymətləndirmədir. Mövzuları əvvəlcədən müəyyən edirəm. Bəli, mövzuların ardıcıllığını müəyyən edirəm, doğrudur. İlliyə aiddir. İlin sonunda əldə olunmalıdır. Əldə olunmalı olan bilik bacarıqlardır. Bəli, doğrudur. Ümumi təlim nəticələrinə istinad edilirsə illikdir. Gündəlik təlim nəticəsinə istinad edilirsə gündəlik olardı. İş formalarını seçmək. İllikdə artıq işdən keçir. Mən iş formasını gündəlikdə seçirəm. İllikdə yox. 6-7. 7-ci sualda interaktiv təlimə aid ifadə deyil. Interaktiv təlim nədir? Yəni müasir təlim. Yönəldici suallar olur. Vygotsky nəzəriyyəsindəki kimi uşaqlara yönəldici suallar verib körpü rolu kimi müəllim çıxış eləyir. Sonra onlara asan sual, yəni istiqamətləndirici suallar verir. Açıq tipli suallar verir ki, onlar düşünsünlər. Heterogen qruplar yaradır. Heterogen nə deməkdir? Homogen bir qrupdur, yəni dəyişməz qrup. Heterogen isə qarışıq qruplar yaratmalıdır müəllim. Həm zəif, həm orta səviyyəli, həm də güclü səviyyəli. Dinamik feillər, bəli, dəyişən feillər. Məqsədlərimizin içində, bu qiymətlənmə meyarlarının içində olan feillər, taksonomiya mərhələlərinin içində olan feillər dinamik, yəni dəyişən feillərdir. Sabit feillər deyil. Müəyyən etmək, anlamaq, təhlil etmək, tətbiq etmək, bunlar hamısı dinamikdir. Müəllim yönümlü təlim ənənəvi təlimdədir. Müəllim mərkəzli təlim ənənəvidədir. Burada şagird yönümlü təlim olmalıdır. Fasilitatorda yönəldici müəllimə deyirik. Qanye nəzəriyyəsində, Vygotsky nəzəriyyəsində istifadə olunan bir ifadədir. Fasilitator yəni müəllimə deyilir, yönəldici müəllimdir. 7 oldu D bəndi. 8-ci suala baxıram. Təsviri sənətin tarixə nə kimi təsiri ola bilər? Fikrinizi arqumentlərlə əsaslandırın. Baxın, bayaq dedim. Nümunələrlə əsaslandırmaq təhlil etməkdir. Faktlarla əsaslandırmaq təhlil etməkdir. Amma arqumentlərlə, dəlillərlə əsaslandırmaq bu dəyərləndirməyə aiddir. Ona görə bu olur B bəndi. Həm də fikrinizi arqumentlə əsaslandırın. Cümlənin axırında deyir. Mənə eləcə sual vermir. Eləcə sual versə dəyərləndirmə olardı. Yəni sizcə təsviri sənətin tarixə nə kimi təsiri ola bilər? Məndən fikrimi soruşur. Ki, fikrincə necə ola bilər? Mənfisi nədir, müsbəti nədir? Məndən mənfisini, müsbətini soruşur. Əgər dəyərləndirmək, yəni eləcə sual şərəsinə kimi olsaydı, onda da dəyərləndirmək götürürdük. Amma arqumentlərlə əsaslandırın deyirsə də, onu da dəyərləndirmək götürürük. Çünki arqument sözü dəyərləndirmək, tənqidi təfəkkür mərhələsindədir. Həm də metakognitivdədir. Mən birləşdirməyə, uzlaşdırmağı xoşlayıram. Biliyi, taksonomiyanı, təfəkkürü. Həmişə onları birlikdə izah verirəm ki, çaşmayasınız. 9-da klaster iş üsuluna aid fikri müəyyən edin. Nə yaxşı bir dənə iş üsulu salıblar. Onunla keçələzən keçirir. Hər formada salıram ki, biləsiniz. Ada deyir, refleksiya aparmaq üçün səmərəli strategiyalardan biridir. Refleksiyanı harda görürüz? Bilin, BİBÖ iş üsulu olmalıdır. 3-2-1 olmalıdır. Cümlə kökləri bir də çıxış bileti olmalıdır. Deməli, refleksiyanı görəndə hansı iş üsullarını axtarmalıyıq? BİBÖ, bilirəm, istəyirəm, bilim, öyrəndim. 3-2-1 cümlə kökləri, bir də çıxış bileti. Amma buna adiyyatı yoxdur, anı çıxıram. Şagirdlərin anlama bacarığını və maraqlarını ölçmə imkanı verir. Baxın, refleksiya dərsin axırındadır. Bu sadaladıqlarım da dərsin axırında olur. Ölçmə imkanı verən üsul. Ölçmə sözü dedim, hansı fikir aiddir? Summativə aiddir. Summativ də sonda olur. Deməli, A ilə B bəndinin iş üsulları BİBÖ 3-2-1 cümlə kökləri çıxış bileti. Yəni, A bəndində sadaladığım açar sözlər B bəndinə də aiddir. C-də deyir, suala verilən cavabdan yeni sualın çıxarılması əsas iş prinsipidir. Bu da Sokrat diyaloqudur. Çünki Sokrat xoşlayırdı ona verilən sualdan sual çıxarsın. Verilən sualdan sualla cavab verirdi. C-də olmaz. D-də deyir, şagirdlərin bir mövzu, hadisə, xüsusiyyət haqqında artıq mövcud olan biliklərini aktivləşdirmək üçün istifadə olunur. Harada aktivləşdirmək, sistemləşdirmək gördünüzsə, bilin klasterdir. Plus, burada bir dənə də açar söz var, gözünüzdən yanır. Mövcud sözü var. Mən demişdim, mövcud sözünü görəndə kim axtarın? Diagnostik qiymətləndirməni axtarın. Diagnostik də kimi sevir? Demişdim ki, Bakını sevir. Bakı nədir? B. BİBÖ, A. Aksiyon, K. Klaster. Dedim, Bakıya diaqnoz qoyulur. Baxın, əvvəlki ikinci hissədən, birinci hissədən onu izah vermişdim. Mövcud sözünü görəndə bilin, diaqnostik qiymətləndirmədir, diaqnostik də klasterdir. Görürsünüz, diaqnostiklə uzlaşdırıb bu sualı tapa bilərdiniz, əgər iş üsulunu bilmirsinizsə.
Mövcud sözünü görən kimi qaça-qaça BBÖ klaster aksiyon axtarmalıyıq. Yaddan çıxmasın və diaqnostik qiymətləndirmə olur. Cavab D bəndi olur. Həmçində aktivləşdirmə, sistemləşdirməyi də görəndə klaster axtarın. Y-də deyir, məlumatlar arasında əlaqə quraraq cavabın müəyyən edilməsi, bu anlayışın çıxarılmasıdır. Anlayışın çıxarılmasında artıq bizdən konkret əməl olur, bu induksiya olmuş olur. Çünki xüsusidən ümumiyə gedirik. Məlumatlar arasında əlaqə qurub cavabın müəyyən olunması gedir. Bu da anlayışın çıxarılmasıdır. Cavabı D bəndi. Və nəhayət 10-cu sual. İstənilən mövzu ilə bağlı anlayış və ya hadisə qeyd olunur. Verilən sualla bağlı xüsusiyyətlər müəyyənləşdirilir və qeyd olunur. Deduksiya əsaslanır. Şagirdlərdə formalaşdırdığı bacarıqlardan biri bilikləri sistemləşdirməkdir. Gördünüz, sistemləşdirmək var. Aktivləşdirmək varsa, bu da klasterdir. Həmçində deduksiya var. Bu qədər, uğurlar, xeyrini görəsiniz. Kanalımıza abunə olub, videonu da bəyənməyi və şərh yazmağı unutmayasınız. Xeyrini görəsiniz.